Mən Qasımov Haqverdi Şirxanoğlu 1964-cü ilin mart ayının 5-də Şərur Dərəliyəd Mahalının Paşalı rayonunun Comu kəndində anadan olmuşam. Orta təhsilimi orada bitirmişəm. 1988-ci ildə bir erməni hadisələrlə əlaqədar kəndi tərk eləmişik iyun ayının 1-də. Gəlmişik Qarabağa. Biz Qarabağda məskunlaşdıq. 3 aydan sonra qayıtdıq Naxçıvana. Naxçıvanda da elə son vaxtlara qədər hal-hazırda da atamın evidir, qardaşlarımın, böyük qardaşlarım da orada, amma mən Bakı şəhərində 89-cu ildə Bakı şəhərində məskunlaşmışam. Bizim kənd bizə yaxın kəndlər demək Gömür, Axta, Cavud və Dul kəndi. Dul kəndi biraz dağın arxa tərəfində idi. Bu 4 kənd yaxın olub bir-birə. Amma o cümlədən Paşalı rayonu da bizə yaxındır. Bizim kəndə 7 kilometr arası olur. Paşalı rayonu. O biri kəndlərdəki biraz aralıdırlar. Terköş, Bəlliyeli, Qaçan, Cermuk, İstisu deyildi. Onlar biraz aralıdır. Yəni orada Paşalı rayonunda 18 kənd olub, onun əksəriyyəti Azərbaycan kəndləri olub. Sonra da ermənilər gəlib məskunlaşıb. Ən çox İrandan, Türkiyədən gəlib məskunlaşıblar. Son vaxtlarda Suriyadan gəldilər, doldular, o qara saqqallılar deyildilər, o Suriya erməniləri idi. Təxminən hansı illərə təsadüf edir, məsələn, ermənilərin daha sıx belə köç eləmələri? 1905-ci ildə başlayıblar 1905-ci ildən Azərbaycanlıları oradan kütləvi sürətlə çıxardıblar. Dərəliyəd Mahalını boşaldıblar. 1905-dən 1907-ci ilə qədər. 1908-də bir də cəmaət qayıdıb məskunlaşıb Dərəliyəd Mahalı. Bəs o həmin ildə çıxartdıqları Azərbaycanlıları hara aparıblar? O dövr demək, Dərəliyəd Mahalının demək olar ki, bir hissəsi gəlib Kəlbəcərdə məskunlaşıb, Laçında məskunlaşıb. Çox hissəsi gəlib Naxçıvana. Və o vaxt indiki kimi olduğuna görə, torpaqla şəxsi olduğuna görə cəmaət bir də abratını qayıdıb torpağa. SSR gəlib qurulandan sonra bir də qayıdıbdılar. Qayıdıb torpağa da o vaxt gəlirmişlər, yarıdadığına işləyirmişlər taxılı. Yeri şumlamaya görə. Orada cəmaət bir də abratını qayıdıb Dərəliyəd Mahalında yaşayıbdılar. Allah cəmi ölələri rəhmət eləsin. Rəhmətli ana babam Şaverdi deyirdi ki, 1905 və 1917-ci illərdə o müharibənin iştirakçısı olmuş. Bizim kənd 7-ci kənddir ki, o müharibə dövründə bir nəfər erməniyə, yəni erməni gülləsi ilə öldürübdülər, amma ölmürdülər. Və kəndi qoruyubdular, kəndə erməni girmir. Kənddən arvad uşaq çıxandan sonra ermənilər sonra giribdilər kəndə. Mənim atamın babasının, elə 40 qoca nənəm, atamın anası deyirdi ki, Məşəq Qasımın 40 dənə cəvəsini indi yaparmışlar, yandırmışlar, 40 dənə cəvəsini aparırlar. Amma indi o ermənilər amma girəndə kəndi yandırırmışlar. Evləri yandırırmışlar ki, bir də qayıtmasın cəmaət. Əksəriyyət demək Dərəliyəd Mahalının 88-ci ilə qədər 2 olubdur, müharibə olub. İçisində də kəndləri yandırıbdılar. Yəni salamat ev qalmıyor. Mülki apardıqlarını aparıbdılar, qalanı da yandırıbdılar. Cəmaəti oradan çıxardıb, bir də cəmaət bu torpaq şəxsi olduğuna görə bir də abratını qaydırmışlar. $88-ci ildə də ki, cəmaət axırıncı cəmaət dekabr ayının bilməm 26-sında neçəsində kəndi tərk elədi 88-ci ildə. Ondan da bəri kəndimizin yəni qəbristanlığı, böyük qəbristanlığı var idi. İndi qəbristanlığı heç nə etməyibdilər, amma bir dənə baş daşı ayaq üstə deyil. Kosmosla girib baxırıq, şumlayıbdilər. Bir dənə baş daşı yoxdur. Yəni orada deyilmərsən ki, bura qəbristanlıqdır. Kəndin elə kəndin ortasına düşürdü, amma qıraq hissədə düzəlcək bir yer idi. Bir dənə, yəni baş daşı... Deportasiyadan sonra dağıdıblar. Bu deportasiyadan, 88-ci ildən sonra dağıldı. Dağıdıbdılar, amma heç zətdə etməyibdilər. Yəni nə ağac... Hal-hazırda yaşayış var orada belə? Hə, var. 50-60 evdə yaşayış var. Kəndin çox hissəsinin evləri dağıdıbdılar. Boş evlər də var. Boş evlər də var. Bizim kəndin çoxlu bulağı vardı. Kəndimizin heyvandarlıq üzərə idi. Cəmaət mal heyvan saxlayırdı. Üstə də gəl meyvə tərəvəz də bizdə çox bolluq idi. Həm cəmaətin özünün idi, həm də təbiət, yəni bizdə
təbiətin özünün alça, alma, armud, itburnu bizdə nə qədər desən, in qədər idi. Var idi. Cəmaət yəni onlarla da dolana bilərdi. Əkin sahəsindən belə şeylə cəmaət dolanır. Bir də mən onu deyə bilərəm ki, mənim babam deyib ki, ermənidən heç zaman qorxmayın. Erməninin səngərinə güllə dəydisə, erməni səngəri tərk edib qaçacaq. O hadisəni mən Qarabağdakı bu son müharibələrdəki erməni postlarına ki, güllə dəyəndə qoyub qaçırdılar. Bax, bu hadisəni mən onda xatırlayıram. Mənim ana babam o gözəl deyir ki, erməninin səngəri boşdur. Səngərə bir güllə dəydi, qoyub qaçacaq. Kəndinizlə bağlı ən əziz xatirəniz nədir? Mənim kəndimizlə bağlı ən əziz xatirəm mənim üçün ən gözəl ilaxırında Qədir gecəsi deyirdi. Haman o gecəni biz ən çox sevdiyim şey odur. Bir də kəndimizin gözəl adatxanası var idi. O Qədir gecəsini necə keçirdiniz? Çox əla. Cavan adamlar gedirdi oraya da, yaşlı adam getmirdi oraya. Yəni Cavan hardasa bizdə yığışırdı. hə, yığışırdı ki, indi köhnə ev olurdu. Adam var idi ki, niyyət edirdi ki, bu işim hasil olsun, evimi bu il verəcəm, Qədir gecəsi keçirdərlər. Cəmaət yaşadığı evin birini Mütləq şəkildə hamı yığışırdı. Cavan adamlar yığışırdı orada. Bizdə həqişdə deyirdilər. Bir də cavan uşaqlar molla mindi, diz deyirdik, belə diz oynayırdılar. Hər bir şeylə də gecəni səhərə qədər. Yəni o günlər xatırlayır, o günlər gözəldir. Ermənilərlə kimin əlaqəsi var idisə, ermənilər deyirdi ki, qalma sonra, çıxın gedin. Ermənilər deyirdi. İndi düzdür, erməniyə yaxşı demək olmaz, erməninin firinə nədir. Amma deyən ermənilər var idi ki, çıxın gedin. Qalma axıra. Yəni bu o deməkdir ki, sonu yaxşı gözlənilməyəcək. Yox, yaxşı gözlənilmir. Axırda da elə oldu da. Bizim cəmaətdən nə qədər adam rayona gedəni, o Paşalı rayon dediyimiz yerdə oraya yaxın kənd idi. O rayon getmirdi son vaxtlar. Orada cəmaatı döyürdülər, əziyyət verirdilər. Kənddən bir neçə adamı ölümcül vəziyyətə qoymuşlar. Düz öldürməmişdilər, amma da pis döymüşdülər. Yolu cəmaat da mümkün deyil. Bir şey gedə bilmirsən, gələ bilmirsən. Mağazinə aynı oyun gəlmir, göndərmirdilər. Belə çətinlik idi. Yəni bu hadisələri götürəndə hadisələr çox qəribə keçdi. Erməni millətinə yaxşı demək olmaz. Erməni bilinən elədir. Erməni milləti çox qəddar millət. Bu yerli cəmaətdən betər də bu Suriyadan gələn saqqallar deyirdilər. O vaxt onlar laf qəddar idi. Cəmaatı onlar çıxırdı və o erməniləri də zastavit edirdilər ki, belə olmaz. Bunlar çıxmaz. Mən şəxsən hal-hazırda özüm üçün deyərəm, bu ailəm üçün deyərəm ki, bizim yaşadığımız bu Paşalı rayonu Cömür kəndinə yaşamaq üçün getmək olar. Amma bu şərtlə ki, müstəqillik vəziyyətində də bir də təzədən gedib erməni ilə bir yerdə yaşasan, bir də bir neçə ildən sonra qaçaq düşəsən, bu istəmərəm. Amma belə gedib yaşamaya mən o torpaq kimi Azərbaycanda ikinci bir yer göstərə bilmərsən. Ki o torpağa bərabər bir yer olsun. Bulağı, meşəsi, yaşayışı çox gözəl. Cəmaət düzdür, kənd təsərrüfatı ilə məşğul idi. Amma üstə gəl cəmaət imkanını yaxşıydı. Heç kim pis yaşamırdı bizim kənddə demək olar ki. İmkanları da yaxşıydı, dolanırdılar da və üstə də gəl torpaq yaxşı torpaq idi. Düzdür, 4-5 ay qış olurdu. Amma ona gətirib çatdırırdı. Taxılı olsun, hər şey. Cəmaətin maldarlığı da hamı da dolanırdı yüksək səviyyədə. Son olaraq mənim arzum o olar ki, bu gələcək nəsilimizi, bunu daha doğrusu müəllimlər eləməli. Bir gün dərsi aşmalıdırlar. Bu Ermənistan haqqında bu uşaqları başa salmaq lazımdır ki, buralar belə gözəl yer olub və orada indi ola bilsin ki, biz gedib oraları görə bilmərik, böyük nəsil gedib görə bilməz. Amma gələcək bir neçə ildən sonra bu cəmaət gələcək. Bizə indi biz orada yaşayırdıq. Bu Cul kəndi bizə yaxın idi və bizim kirvələrimiz vardı. Onlar Yevlaxda yaşayırdılar. Onlar ildə gəlirdilər bizə. Gedirdilər kəndlərini ziyarət edirdilər, gəlirdilər. Qəbristanlıq qalmamışdı. İndi bayaq Hidayət müəllim dedi ki, Cul kəndində ermənilər gətirdi Azərbaycan qəbristanlığının ortasından yolu saldılar. Qəbristanlığı külüdülər, tökdülər dəriyə. Məqsədli şəkildə. Məqsədli şəkildə. Mən istəyirəm ki, cəmaət orada qaçsın, yaşasın, gözəl səviyyədə, amma müstəqil vəziyyətdə. Müstəqil də erməni ilə bir də qaynayıb qarışmaq çətin məsələdir.